Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve bari'il halaiqil ecma'in. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina habibi ilahil alemin ve tabibi nufusina Ebil Qasim Muhammed. Allahümme salli ve alihi tayyibin tahirin muntecebin ve la'nud daime ala a'daihim ecma'in minel ane ila qiyami yevmiddin. Amma ba'd, qala Allahu Teala fi kitabihil kerim. Bismillahirrahmanirrahim. Ellezine yestehibbunel hayated dunya alel ahireti ve yasuddun an sabilillahi ve yebğunaha ivacan ulaika fi dalalin ba'id. Sadakallahul aliyyul azim. Eyyuhel mu'minun usikum ve nefsi bi tekvallah. Aziz müminler, sizleri ve özümü ilahi tekvaya davet edirəm. Allah Teala bizleri tekva ehlinden karar versin, müttakilerden eləsin. Mübarek cümə gününün rəhmət, bərəkət və nurunu, hidayətini hər birimizə nəsib eləsin inşallah. Möhtərəm möminlər, bugünkü mövzumuz dünyapərəstliyin dinə zərərləri barəsindədir. Dünyapərəst olmağın, bir müsəlmanın nə qədər çox dünyapərəst olması onun həyatına, dininə olan zərərləri barəsindədir. Bu mövzu haqqında danışmaq, xüsusən müasir dövrümüzdə, indiki zamanda danışmaq nə qədər təsirlidir, nə qədər təsir qoyacaq, bu biraz çətin məsələdir. Yəni dünyanın bütün bəzəkləri ilə, bütün cazibədarlığı ilə, şirinliyi ilə insanları özünə tərəf çəkildiyi bir dövrdə, hər kəsi bu dünyaya son dərəcə istəklə bağlanılmaq istəndiyi bir dövrdə, dünyapərəstliyin dinə zərərləri haqqında danışmaq nə qədər təsirli olacaq? Biraz bu mövzu, bu məsələ çətindir, yəni sual altındadır. Amma buna baxmayaraq, bir müsəlman olaraq dinimizə dəyər verərək, bir müsəlman olduğumuzu nəzərə alıb, həyatımızın, bu həyatda var oluşumuzun dinimizə borclu olduğumuzu nəzərə alsaq, dünyapərəstliyin zərərləri haqqında və ya eyni zamanda dünyapərəstliyin əksi olan zöhd haqqında, zahidlik haqqında danışmağın hər bir zaman yeri vardır. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin buyurduğu kimi insanın dünyaya və yüksək məqama hərisliyi ucbatından dininə vurduğu zərər iki ac qurdun, iki ac canavarın sürüyə vurduğu zərərdən daha böyükdür. Yəni bir insanın dünyasına, maddiyata, məqama, vəzifəyə, şan şöhrətə olan hərisliyi dininə vurduğu zərbəsi ac qurdun sürüyə daraşmasından və onlara vurduğu zərərdən çoxdur. Bu mənada dünya pərəstliyin bizlərə bu mənada olan zərbəsi, yəni dinimizə olan zərbəsi nə qədər böyük olduğunu bu hədis-i şərifdə görmək olur. Dünya sözü ümumiyyətlə Allah-u Teala Qur'an-ı Kərimdə də çox zikr edir bu kəlməni. Dünya sözü yaxın olmaq, dünuv kökündəndir. Yəni mənası da ən yaxın və yaxud ən aşağı, ədnə mənası, ən ədnə sözü də ondandır, ən aşağı olan deməkdir. Yəni Allah Taala'nın yaratdıqlarının içərisində dünya ən aşağı yaradılmış bir yer olaraq zikr olunur. Ən aşağı olaraq zikr olunan bu kəlmədi insan övladı bəzən ən üstün olaraq, ən yüksək hədəfinə çevirir. Hədəfinin ən yüksək yerində dünyanı əldə eləmək dayanır. Halbuki Allah-u Teala elə onu dünya adlandıraraq ən aşağı bir yer olduğunu bizlərə çatdırmaq istəyir. Qur'an-ı Kərimə baxanda dünya ilə ahireti müqayisə edəndə ahirət
əməllərinə mane olmayan və onu ləngitməyən dünya həyatı əslində halal nemət, hətta belə dünya həyatı səadət sayılır. Yəni, axirəti əldə eləmək üçün bu dünyadan bir vasitə kimi istifadə eləmək bir səadətdir. Yəni, hər şeyi yerli yerində qoya bilsə bir müsəlman, bir insan, dünyanı hədəfi kimi, son məqsədi kimi dünyaya baxmasa, son məqsədin axirət olub, o axirətə vasitə kimi baxa bilsə dünyaya, bu dünya onun üçün bir səadətə çevirilər, xoşbəxtliyə çevirilər. Çünki xoşbəxtlik və səadətə gedən yol bu dünyadan keçir. İstədik, istəmədik. Bizdən asılı deyil. Hər birimiz son hədəfətə, Allah Taala'nın vəd etdiyi səadətə yetişmək üçün mütləq bu yoldan biz keçməliyik. Dünya həyatından, dünya mərhələsindən biz keçməliyik. Ona görə Hz. Əmir Əl-Mömin əleyhissalamın da buyurduğu kimi, dünya bir körpüdür. Onun üzərindən keçin, ancaq onun üzərində ev tikib, təmir etməyin. Yəni, dünya bir keçid kimi istifadə ediləcək körpü kimidir. Bu misal, dünya həyatını axirətə çatdıran bir körpüyə bənzədir dünyanı. Yəni, axirətə çatdıracaq bir körpüdür bu dünya. Məsələ burasındadır ki, o körpünün başlanğıcında dünyaya gələn insanın beşiği yer tutur. Yəni, körpünün əvvəlində beşikdir, insanın kiçikliyidir. Dünyaya təzə göz açan vaxtıdır. Amma dünyanın o adlanan o körpünün sonunda qəbirdir. Deməli, bir başlanğıc hissəsi beşikdir, son hissəsi isə qəbirdir. İnsanlardan bir qismi körpünün yarısını qət edirlər. Bir qismi 1/3-ni qət edir, bir qismi 2/3-ni, bir qismi də sonuna gəldiyi halda da bəzən qafil olur. O körpüdən qafil olur, o həyatdan qafil olur, o dünyadan qəflətdə olur. Xəbərsiz yaşayır, xəbərsiz o körpünü keçir. Bir də görür ki, körpü tamamlanıb və onu körpünün başında qəbir gözləyir və qəbirdən sonra da axirət həyatı gözləyir. Ona görə bu mənada Hz. Əmir Əl-Mömin əleyhissalamın özünün də buyurduğu kimi, məsəlüd dünya kəhayyətin məsəlüd dünya kəməsəlil heyyə Leyyunun məssuhə və səmmun nəqi' fi cəvfihə. Buyurur ki, dünya ilan kimidir. Dünyanı bəzən Hz. Əmir Əl-Möminin yumşaq ilana bənzədir. Dünya ilan kimidir. Toxunduğunda yumşaqdır. Bəzən bu başqa bir hədis-i şərifdə İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, dünya yumşaqdır, dünya ilan kimidir, ilana bənzəyir və onu uşaqlar əlin sürtər, anlamayan uşaqlar onun yumşaqlığından xoşu gələr. Anlamır, qafildir. Deyir ki, cahil, yəni qəflətdə olan insanlar da dünyanın yumşaqlığından ləzzət alarlar. Bu hədisin özündə də buyurur. Və buyurur ki, amma onun daxilində, onun ağzında öldürücü zəhər var. Xəbəri yoxdur ki, həmin dünyanın içərisində öldürücü bir zəhər var. Yəhvi iləyhil xirrul cahil. Ona qürurlu, öz nəfsini qürurlandıran cahil ona meyl eləyər. O həmin ilana oxşayan, ilana bənzər dünyaya meyl eləyər. Və yəhzuruha zullubbul aqil. Amma ağıl sahibləri ondan ihzar edərlər, yəni ondan kənara qaçarlar, uzaqlaşarlar. Yəni dünya bu dərəcədə həm qorxusu var, həm təhlükəsi var, həm də ki, faydalanacaq bir məkandır, bir yerdir. Amma deməli, bu dünyaya yanaşmamız, baxışımız doğru qurulsa, biz bu dünyadan doğru şəkildə istifadə edə biləcəyik. Çünki Allah Teala bizə ağlı ona görə verib ki, bu dünyanı doğru qiymətləndirək. Doğru düzgün dəyərləndirək ki, hədəf olaraq seçməyək, vasitə olaraq seçək. Biz bəzən vasitəni hədəf bilirik. Məsələn, bir minik vasitəsi adından məlumdur ki, minik vasitədir. Bəzən insanlar ömürlərinin, həyatlarının hədəfinə çevirir. Hansısa bir minik vasitəsini əldə eləmək üçün bütün imkanlarını səfərbər edir. Halal, haram tanımadan, heç bir sərhəd tanımadan o vasitəni əldə eləmək üçün çalışır. Halbuki adından da məlum olduğu kimi
o minik vasitəsi bir vasitədir. O hədəf olmamalıdır. Amma insan həyata baxış tərzi doğru olmayanda, düzgün olmayanda bütün imkanlarını onun yolunda fəda edir. Sərhədləri aşır, hüdudları aşır, haram tanımır, halal bilmir, başqalarının hətta haqlarına təcavüz edir ki, mən həmin minik vasitəsini əldə edeyim. Amma əldə edəndən sonra nə olur? Sonda gəlib nəhayətinə çatanda, körpünün o biri başına yetişəndə, əsl həqiqətlə üzləşəndə, yəni qəbirlə və axirətlə rastlaşanda artıq onda gec olmuş olur. Allah-u Teala dünyaya doğru baxışda, dünyadan istifadə eləməyi bizlərə əslində təşviq edir. Quran-ı Kərimdə də buna ayət-i kərimə var. Buyurur ki, yəni bizdən istənilmir ki, Allah Teala bizdən tələb eləmir ki, dünyadan tamamilə imtina eləyək. Dünyanı doğru şəkildə istifadə edə bilsək, daşları düzgün yerlərinə düzə bilsək, dünya özü bizləri səadətə, xoşbəxtliyə yetişdirəcək bir vasitədir. Quran-ı Kərimin Bəqərə surəsində Allah Teala buyurur: Bismillahirrahmanirrahim. Rabbena atina fid-dunya hasenatan və fil-axirati hasenə. Ey Rəbbimiz, bizə bu dünyada da yaxşılıqlar bəxş elə. Bizə bu dünyada da ihsan elə, gözəlliklər bəxş elə. Ahirətdə də gözəlliklər bəxş elə. Deməli Allah Teala heç də bizdən dünyanın yaxşılıqlarından imtina eləməmizi istəmir. Dünyanın gözəlliklərindən, nemətlərindən imtina eləməmizi istəmir. Dünyanın gözəllikləri elə bizlər üçündür, insan üçündür. Yaxşılıqları insan üçündür. Amma son hədəf deyil, məqsəd deyil. O gözəlliklər axirət gözəlliklərini, axirət yaxşılıqlarını istifadə eləmək üçün, əldə etmək üçün bizə bəxş olunmuşdur. Eyni zamanda dünya xoşbəxtliyi ilə axirət səadəti bir-birinə zidd məhfumlar deyil. Axirət xoşbəxtliyini qazanmaq üçün dünyadan imtina eləməyə deməli ehtiyac yoxdur. Dünyada rifah içərisində yaşaya-yaşaya axirət xoşbəxtliyini də əldə eləmək olar. Amma axirətini itirənlər bunun əksinə olaraq, axirətini itirənlər dünyada da xoşbəxt ola bilməz. Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, o kəslər ki, ancaq və ancaq dünyası üçün çalışıb, axirəti yaddan çıxardanlar, axirəti anmayanlar, qəflətdə olanlar üçün onların nə axirəti var, nə dünyası var. Zəlikə ləhum xizyun fid-dunya və ləhum fil-axirati azabun azim. Belə olan kəslər üçün dünya həyatında onlar üçün bir xar edici günlər gözləyir onları. Dünyada da onlar xar olarlar və onlar üçün axirətdə də əzəmətli əzab vardır. Yəni axirəti yada salmayanların nə dünyası var, nə axirəti var. Bundan başqa Quran-ı Kərimdə dünya və axirət arasında seçim etmək məcburiyyətində olanda nə etməliyik? Buna da bizə yol göstərir ki, heç şübhəsiz insan övladı dünya ilə axirət arasında seçim etmək məcburiyyətində qalanda nəyi seçməlidir? Hadisələr çıxır qarşımıza. Bilirsən ki, gündəlik yaşantımızda, məişətimizdə, cəmiyyətin içərisində olan hadisələrdə biz iki dəyərin arasında qalırıq. Görəsən mən dünyanı seçim, yoxsa axirəti seçim? Görəsən Allah Taala'nın razı qalacağı şeyi seçim, yoxsa elə cəmaatın xoşladığı, nə bilim, adət-ənənəsində yer tutmuş və yaxud mənim nəfsimə xoş gələcək şey seçim. Burada Allah-u Teala buyurur ki, mütləq gərək axirətə üstünlük verəsən. Allah Quran-ı Kərimdə Ə'la surəsində də buyurur ki, bəl tu'sirunəl həyətəd-dunya vəl-axiratu xayrun və əbqa. Buyurur ki, sizlər çox vaxt dünya həyatı haqqında, dünya həyatına üstünlük verərsiniz. İnsan evladı dünya həyatına çox vaxt üstünlük verər. Amma biləsiniz ki, axirət daha xeyirlidir və daha qalıcıdır. İbrahim surəsinin 3-cü ayəsində bayaq oxuduğum ayət-i kərimədə Allah Teala buyurur: Bismillahirrahmanirrahim. Ellezine yestehibbunel hayatad-dunya alel-axirah və yasudduna an sabilillah və yabğunaha ivacan ulaika fi dalalin ba'id. Buyurur ki, o kəslər ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar.
İnsanları Allahın yolundan kənarlaşdırırlar, saxlayırlar. Onun əyriliyini istəyirlər. Yəni insanın gedəcəyi yolun əyriliyini istəyirlər, istəmirlər doğru yola hidayət olunsun. Onlar uzun uzadı bir azğınlıq içərisindədirlər. Yəni dünyanı ahirətdən üstün tutanlar üçün Allah Teala onların azğınlıqda olduğunu bəyan edir. Ki insan övladı çox zaman müsəlmanların özləri çox zaman görərsən ki dünyanı ahirətdən üstün tutarlar. Və Allah Teala bunun üçün bizlərə bəzən əzab vəd edir. Buyurur ki: "Fəəmmə mən təğa və əsərəl həyətəd dünya." Kim dünyada tüğyan etmişdisə və dünya həyatını ahirətdən üstün tutmuşsa, şübhəsiz onun yeri cəhənnəmdir deyə Allah Teala bəyan edir. Yəni biz dünya və ahirət arasında seçim etmək üçün seçim etməli olduğumuz halda bizə Allah Teala nəyi tövsiyə edir? Allah bizə əmr edir ki, ahirəti seçəcəksən. Əgər ahirəti unutsan, yalnız dünyadan ötürü bütün dəyərləri qurban versən, Allah Teala cəhənnəm vədəsini bizlərə vədə vermiş olur. Bu mənada nə qədər dünya ahirəti qazanmaq üçün bir gözəl vasitədirsə, ahirət məsələsində, ahirət işi ilə üzbəyüz gələndə mütləq nə etməliyik? Ahirət həyatına üstünlük verməliyik. Allah-u Teala bizlərə ümumiyyətlə dünya pərəstliyin dinimizə olan zərərləri barəsində və yaxud zahidlik haqqında çox gözəl bir ayət-i kərimə buyurur. Həzrəti Əmir Al-Mominin əleyhissalamdan soruşdular. Dedilər ki, ya Əmir Al-Mominin, zahidlik və zöhdün ümumiyyətlə mənası nədir? İnsan necə zahid ola bilər? Həzrəti Əmir Al-Mominin buyurdu ki, Qur'an-ı Kərimin bu ayət-i kəriməsi zahidliyin sanki tərifidir. Likeylə tə'sav alə mə fətəkum və lə təfrahu bimə ətəkum. Buyurur ki, sizə verilən, sizin əlinizdən çıxan şeylər üçün məyus olmamağınız, sizin məsələn sizə hansısa bir şeylər bəxş olunub, hansısa bir nemətlər yetişib sizə və o nemət bəzən insanın əlindən çıxır, müəyyən səbəblərdən, müəyyən hadisələrdən. Deyir, əlinizdən çıxan nemətlərdən ötürü məyus olmamaq və sizə verilmişlər üçün çox sevinməmək dünya pərəstlikdən uzaq olmağa gətirib çıxardar. Zöhdə gətirib çıxardar. Yəni insanı dünya pərəst eləməz. Yəni sizə verilənə çox sevinməyin. İndi bəzən insan övladı özündən asılı deyir. Məsələn, bir övladı dünyaya gəlir, ona görə sevinir. Mal dövlət əldə edir, sevinir. Bir yaxşı işə necələr yetişir, sevinir. Biraz imkanları genişlənir, sevinir. Bu sevinç insanın bəzən özündən asılı olmur. Amma Allah-u Teala insana tövsiyə edir ki, bu məsələlərə görə çox sevinməyin. Qəlbinizə o sevinci çox doldurmayın. Və çünki o sevinç əbədi sevinç deyil. O sevinç müvəqqəti sevincdir. Sonra ayənin davamında buyurur ki, əvvəlində buyurur ki, sizin əlinizdən çıxana da kədərlənməyin. Əlinizdən çıxan o nemət. Çünki o sevindiyiniz hal ki var idi, o nemət sizə bəxş olunanda siz sevinmişdiniz. Bir gün o nemət sizin əlinizdən gedəcək. O nemət əlinizdən gedəndə siz həddindən artıq kədərlənəcəksiniz. Kədərlənməməniz üçün, yəni bizlərin kədərlənməməsi üçün, bizlərin necə deyərlər, ümidlərimizin qırılmaması üçün Allah Teala bu başdan bizi xəbərdar edir. Deyir, əldə etdiyiniz heç bir nemətə çox sevinməyin. Çünki o nemət bir gün əlinizdən çıxacaq. Bir gün əlinizdən çıxanda o dünya nemətlərinə sevindiyiniz, o böyük, necələr, çox böyük sevinç bir gün sizə çox böyük kədərlə əvəzlənə biləcək. Kədərlə əvəzlənəndə nə olacaq? Yəni Allah Teala bizi o ağır kədərdən qorumaq üçün bu başdan dünyadan bizə çatmış nemətlərə görə həddindən artıq sevinməmizi Allah Teala bizdən istəmir. Qəlbində olan dünya sevgisi ilə bərabər insan övladı əgər dünya sevgisi, dünyada bəxş edilmiş nemətlərə çox sevinsək, Allah-u Teala bizim qəlbimizdə ibadətdən alacağımız həzzin qarşısını alır.
deyirik, biz niyə ibadətdən həzz ala bilmirik, ləzzət ala bilmirik? Bəzən ibadətə çox çətinliklə meyl edirik, çox ağır meyl edirik. Məsələn, namazın vaxtı yetişir, insan üçün sanki bir əziyyətə çevrilir ki, namazı qılsın və desin ki, bu təklifdən, bu mükəlləfiyyətdən canım qurtuldu deyə hətta bu düşüncədə olur. Niyə? Namazından, tutduğu orucundan, ibadətlərindən ləzzət almamağın səbəbi dünyaya olan meylin çox olmağındandır. O qəlbdə ki, dünya ləzzətləri çoxdur, dünya ləzzətləri öz yerini tapıb, o imkan verməyəcək ki, Allaha olan ibadətindən ləzzət alasın. Hz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yaşadığı həyatı, dünyaya göstərdiyi münasibəti hər birimizə bir nümunədir. Hz. Peyğəmbərimiz özü buyurur, deyir ki, Uhud dağı qədər qızılım olsa, 3 gündən artıq saxlamazdım. Uhud dağı, yəni bir dağ qədər qızılım olsa, onu 3 gündən artıq saxlamaram. Niyə saxlamaram? Çünki o qızıl qaldıqca, o var dövlət insanın yanında qaldıqca, insan o yanındakı var dövlətə artıq meyl eləyir, məhəbbət salır. Onunla mehr, məhəbbət qurur. O meyl, məhəbbət insanda baqiləşir, əbədiləşir. O meyl, məhəbbət imkan verməz insan Allaha tərəf meyl eləsin. Ona görə bu hədis şərif var idi, keçən dəfələr də söylənildi. Deyir ki, insan qəlbində 2 məhəbbət yer ala bilməz. Eyni vaxtda mümkün deyil. Allah məhəbbəti ilə dünya məhəbbəti mümkün deyil. Dünya məhəbbəti varsa, orada Allaha məhəbbət yer qalmayacaq. Baqi olanlara yer qalmayacaq. Ona görə dünya malına meylimizi azaltmaq və dünya malını, necə deyərlər, olan məhəbbətimizi kəsmək. Məhəbbəti dünyaya deyil, baqi olanlara salmaq lazımdır. Baqi olanlara. Dinimiz, Qur'an-ı Kərim deyir, dünya malından əlinizi çəkin. Yəni, bəzi zahidlər kimi, bəzi yanlış başa düşülən, zöhdün, zahidliyin yanlış başa düşülən tərəfi odur ki, insan övladı dünyanın bütün naz nimətindən, bütün lütflərindən əlini çəkməlidir və çəkilib bir kənarda, insanlardan da kənar, cəmiyyətdən də kənar bir yerdə ancaq zahidliyi ilə məşğul olmalıdır. Xeyr, bunu Allah da bəyənmir, Həzrət Peyğəmbərimiz və Əhl-i Beyti də bəyənmir. Çünki bilirsiniz, Həzrət Əmir Əl-Mömin Əleyhisselamın yanına gəldilər, dedilər ki, ya Əmir, bir nəfər çox böyük zahid adamdır, çəkilib dağlara, ailəsindən, uşağından, cəmiyyətindən uzaqda, ancaq Allah Taalaya ibadətlə məşğuldur. Həzrət Əmir Əl-Möminin onu lənətlədi və dedi ki, onu çağırın cəmiyyətin içərisinə. O qırağa çəkilməklə, kənara çəkilməklə Allahın rizasını qazana bilməz. O insanların içərisində olaraq Allah Taala'nın rizasını qazana bilər. Yəni zahidlik o demək deyir ki, dünya malından kənarlaşasan, əlvi üzəsən. Zahidlik o demək deyil. Həzrət Peyğəmbərimiz də onu demək istəmir. Uhud dağı qədər də qızılım olsa, onu 3 gün yanımda saxlamaram. Niyə? Yəni Peyğəmbər və Əhl-i Beyti əslində böyük mal dövlətin sahibi olublar. İmam Həsən, İmam Hüseyn əleyhissalam heç bir saili, heç bir qapıya gələni, ehtiyacı olanı əliboş qaytarmayıb. Onların imkanı da olub, amma o əlində olanları gələnlərə verib, ehtiyacı olanlara verib. Yanlarında saxlamayırlar ki, onlara meyl, məhəbbət salmasınlar. İnsanlara paylayıb. O demək deyil ki, dünya pərəstlik olmayan, zahidlik o demək deyil ki, dünyadan əlini üssün. Dünya ilə həşr nəşr olsun, dünyadan qazansın. Sadəcə dünya nemətlərinə qəlbindən çıxartsın, əlindən deyil. Deməli, əllə qəlbin arasında. Bu, əlində saxlayan dünya pərəstlikdir. Daha doğrusu qəlbində saxlamaq dünya pərəstlikdir. Amma qəlbindən çıxardıb əlində istifadə saxlamaq dünya pərəstlik deyir. Bu elə zahidlikdir. Bu elə zöhdür. Dünyada işləmək, çalışmaq, necə deyirlər, mənfəət əldə eləmək bu elə dünyanın işidir. Bu dünyanı Allah Teala bunun üçün bizə bəxş edib. Bu dünya buyurur ki, əkin sahəsidir. İşləyin, çalışın, dolanın, ticarət eləyin. Mal dövlət qazanın, amma ona ahirəti qazanmaq üçün sərf eləyin və onu qəlbinizə, onun məhəbbətini qəlbinizə salmayın. Məsələ qəlbə salmamaqdır, qəlbdən sevgi bəsləməməkdir dünya malına. Həzrət Əmir Əl-Mömin əleyhissalam dünya və ahirətin misalını şərqlə qərbə bənzətmişdir. Yəni biri məsələn dünya malı şərqdədirsə, ahirət qərbdədir.
Deyir ki, dünya malı ilə ahirəti şərqlə qərbə bənzədib. Buyurur ki, birinə nə qədər yaxınlaşarsansa, şərqə nə qədər yaxınlaşarsansa, məsələn, dünya malı şərqdədirsə, insan şərqə doğru nə qədər meyl edərsə, nə edəcək? Təbii ki, qərbdən bir o qədər uzaq düşəcək. Yəni, ahirətdən bir o qədər uzaq düşəcək. Yox, ahirətə nə qədər çox meyl edərsə, nə edəcək? Dünyadan, dünya malından qəlbini uzaqlaşdırmış olacaq. Yəni, bu qədər biri-birinin əksində olan qütbdür. Və Allah Teala bizim qəlbimizin bu iki qütb arasında saxlayacağımız balansı, nizamı bizə öyrətmək istəyir. Biz nə qədər nizamla, nə qədər həssaslıqla bu iki əks qütblü dəyərin arasında nizamı, intizamı saxlaya bilək. Başqa bir hədis-i şərifdə Həzrət Peyğəmbərimiz dünyanın lənətləndiyini söyləmişdir. Amma Allah Taala'nın zikr edilməsini, elm öyrənib və öyrədilməsini bunların xaricində qeyd edilmişdir. Quran-ı Kərimdə Qasas surəsində Allah Taala buyurur ki, Bismillahirrahmanirrahim: "Vabtagh fima ataakallah ad-daral-axirə və la tansa nasibaka mined-dunya." Buyurur ki, Allahın sənə verdiyindən özünə axirət qazan. Yəni Allah Teala bizə nə bəxş edib? Allah Teala bu surədə buyurur ki, bu bəxş edilmiş şeylərdən çalış, axirətini qazan, axirət üçün istifadə elə. Sonra buyurur, dünyadakı nəsibini də unutma. Dünyadakı nəsibindən də faydalan. Yəni dünyadan faydalanmağı Allah Teala bizə özü əmr eləyir. Amma qəlbimizi dünyaya bağlamamaq da həmçinin bizlərə əmr edir. Allah and verir ki, izzətinə, cəlalına, böyrüyünə bu dünyanı axirət üçün bizlərə vasitəyə çevirsin. Bu dünyanı axirətimiz üçün tarlaya çevirsin. Bu dünyanı axirət xoşbəxtliyini əldə eləmək üçün bir fürsətə çevirsin. İnşallah bu dünyadan da bizləri inşallah özünün razı qaldığı bəndələri kimi bizləri özünə qovuştursun. O niyyətə İmam Zaman ağamızın salamatçılığı, zuhur təcrinə Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr eləyək. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahus-saməd. Ləm yəlid və ləm yulad və ləm yəkulləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve bari'il halaiqil ecma'in ve salatu ve selamu ala seyyidina ve nebiyyina habibi ilahil alemin ve tabibi nüfusina Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammedin ve ala Muhammed. وعلى وصيه وخليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب وعلى قرة العين الرسول الزهراء البتول وعلى الحسن والحسين وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري. الله عجل الله تعالى فرجه الشريف أرواح العالمين لتراب مقدمه الفداء. اللهم افتح علينا أبواب رحمتك ويسر علينا خزائن فضلك وكرمك يا أكرم الأكرمين ويا أرحم الراحمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Əziz möminlər, sizləri və özümü ilahi təqvaya dəvət edirəm. Allah Teala bizləri inşallah təqva əhlindən qərar versin. Bayaq dünya pərəstliyin, daha doğrusu dünyaya pərəstiş etməyin dinimizə vuracağı zərbələrdən, zərərlərdən danışdıq. Dünya pərəstliyin əksində isə zöhd dayanır, zahidlik dayanır. Zöhd nədir? Zahidlik nə deməkdir? Yəni bayaq o misaldan da irəli gəldiyi kimi zöhd o deməkdir ki, hər kəsi insan tərk eləsin, geçsin bir kənarda
zəhmət çəkməsin, işləməsin, gücləməsin, bu dünyanın nemətlərindən faydalanmasın, ancaq ibadətlə məşğul olsun, necələr, zikirlə məşğul olsun. Bu demək deyil, heç də belə deyil. Amma zöhdün özünə məxsus tərifini Həzrət Peyğəmbərimiz və Həzrət Əyimmə Əthar imamlarımız bizlərə gözəl şəkildə bəyan edib. Əvvəla Həzrət Əmir Əl-Mömin əleyhissalamın zahidlik haqqında gözəl bir sözü var. Oğlu İmam Həsən əleyhissalama olan vəsiyyətində buyurur ki, Ya buney, əhyi qalbəqə bil məv'izə və əmithu bizzəhədəti. Ey oğlum, qəlbini moizə ilə dirilt və zöhdlə o qəlbini öldür. Qəlbini həm dirilt, həm də o qəlbi öldür. İki əks qütblü söz buyurur bir yer üçün, bir məkan üçün, bir qəlb üçün. Buyurur ki, vəzlə, moizə ilə qəlbini dirilt, həyat ver. Yəni qəlbinə daima özün də vəz elə, özün də onu qəflətdən oyat. O qəlb diri qəlbdir ki, o insan qafil insan deyil, o insanın özü özünə vəzi olsun. Yəni öz vicdanı özünü ayıltsın, oyatsın. Bəzən pis iş görəndə, bir günah iş görəndə, başqasının, Allahın, Peyğəmbərin, başqalarının haqqına, hətta öz haqqına girəndə, özünə zülm eləyəndə neynəsin? Özünü iqaz eləsin, xəbərdar eləsin. Özünü diriltsin. Ona görə buyurulur ki, bəyənilən qəlb o qəlbdir ki, sevilən qəlb o qəlbdir ki, özü özünə moizə eləsin. Yəni hökmən deyir, kənardan bir moizə də olsun. Kənardan moizə də ola bilər, o da təsir edə bilər. Amma nədir? İnsanın öz qəlbində, öz vicdanında bir oyaqlıq olsun, ayıqlıq olsun. Əhyi qalbəqə bil məv'izə. Oğlum, qəlbini, Həzrət Əmir Əl-Mömin əleyhissalam buyurur, qəlbini moizə ilə, vəzlə dirilt, həyat ver qəlbinə. Və əmithu bizzəhədə. Amma onu eyni zamanda zöhdlə, zahidliklə də öldür. Deməli, bir qəlbi vəzlə həyat vermək olar, eyni zamanda onun pis tərəfini neynəmək, öldürmək, nəylə? Zöhdlə. Deməli, qəlbin pis istəklərini öldürməliyik, yaxşı istəklərini isə diriltməliyik. İnsanın sinəsində, insanda bir qəlb olar, yəni bir ruh olar, bir düşüncə yeri var insanda, təfəkkür mərkəzi var. İnsanın təfəkkür mərkəzi dini ədəbiyyatımızda onun qəlbi adlanır. İnsan o təfəkkür mərkəzini işə salmalıdır vəznə ki, özünü həyatda tutsun, var olsun. Özünə moizə eləməyən, vəz qəbul eləməyən qəlb həyatda olsa da, diri də olsa ölü kimidir. Onun ölü ilə arasında fərq yoxdur. Yəni, nə çox insanlar var ki, bu həyatda yaşayırlar, hədisi şəriflərdə də buyurulur, onlar ölüdürlər. Çünki onlar öz qəlblərinə vəzləri, özlərini ayıtmaları, həyata qaytarmaları yoxdur. Allahı yada salmaları yoxdur. Allah-u Teala Qur'an-ı Kerimdə də buyurur, Bismillahirrahmanirrahim, Mə cealallahu li raculun min qalbeyn fi cavfihi. Allah Teala insanın daxilində, insanın cavfində, yəni daxili aləmində iki qəlb qərar verməmişdir. İnsanda bir qəlb var. Yəni insanın bir düşüncə mərkəzi var. Amma o düşüncə mərkəzi iki, necə deyirlər, təşviq edici dəyərlərlə yüklənə bilər, dəyərləndirilə bilər. Biri, ya o qəlb pisliklərə doğru meyl eləyəcək, pisliklərlə örtüləcək, qəsavət bağlayacaq, necə deyirlər, çirkinliyə, pasa, hisə bürünəcək, ya da ki, onu təmizləyəcəksən, təmizlənəcək. Ona görə qəlbi neynəmək, diri saxlamaq vəzinəndir. Həm insanın özü özünə, həm başqaları tərəfindən, həm də ki, onu zöhdlə, zahidliklə, o qəlbin pis istəklərini öldürməklə ona həyat vermiş olursan. Ümumiyyətlə, zahidlik əslində həyatda gözəl yaşamaq yoludur. Zahidlik deyəndə deyildiyi kimi də insanın özünün tərk-i dünya olması demək deyil. Zahidlik həyatda gözəl yaşamağı bacarmaqdır. Düzgün yaşamağı bacarmaqdır. Yəni dünyaya rəğbətsizlikdir.
O insan gözəl yaşayır, o insan həyatdan zövq ala bilir ki, o insan dünyaya rəğbətsiz yaşayır. Bu dünyanı hər şey sanmır. Malı, dövləti, pulu, vəzifəni, işi, hər şeyi, yəni bu dünya gözəlliklərini son məqsəd, hər bir şey hesab eləmir. Rəğbətsiz yaşayır, yanaşır. İnsan dünyaya rəğbətsiz olanda görəcəksiniz ki, dünyanın ləzzətlərini onda hiss edəcək. Dünyada yaşamaqdan ləzzət almış olacaq. Yoxsa dünyaya hərislik heç vaxt insana rahatlıq bəxş edəməz. Heç bir insan nə qədər çox həris olsa bu dünyaya, onda dünya ləzzəti, hələ ahirəti demirəm. Dünyadakı yaşamından belə ləzzət ala bilməyəcək. Çünki hərislik ona imkan verməyəcək. Dünya pərəstlik, dünya nemətlərinə son istək kimi yanaşan insanda heç vaxt rahatlıq ola bilməz. Dünyadan ürək qoparmaqdır zahidlik. Yəni bayaq deyildiyi kimi dünya malından deyil, qəlbini dünyadan qopartmalısan. Qəlbində dünyaya qarşı meylini azaltmalısan. Dünya istəklərinə meyli azaltmalısan. Dünya insanı Allah Taala'ya yaxınlaşdıran bir vasitə olduğu üçün dünyaya baxmağın özü də bu mənada fərqlidir. Məsələn, hər kəs istəyir də Allaha tərəf, Allaha qovuşsun. Gözəl şəkildə qovuşsun. Hamı istəyir. Ümumiyyətlə, hamı da Allaha qovuşacaq. Mulaqi fəmulaqi. İnnəkə kədihun, ya eyyuhəl insan, ey insan, innəkə kədihun ilə rabbikə kədhən fəmulaqi. Ey insan, sən bütün səylə, zəhmətlə Allaha tərəf, Allaha doğru hərəkət edirsən və onu biləsən ki, tezliklə fəmulaqi, tezliklə ona qovuşacaqsan. Mömin istəyir ki, Allah Taala'ya gözəl əməlləri ilə qovuşsun. Günahkar kimi Allah Taala'ya qovuşmasın. Ki Allahla üzləşəndə, qiyamət günündə Allah Taala ilə üzləşəndə Allah Taala ona gözəl nəzərlərlə baxsın. Möminin istəyi, arzusu budur. Mömin istəyər ki, Allah Taala məndən razı qalsın ki, qiyamət günündə onun cəmalı ilə, cəlalı ilə rastlaşanda, camal sifətlərlə rastlaşanda Allah Taala məndən üz çevirməsin. İnsan üçün ən pis şey qiyamət günündə, ən ağır şey Allah nəzərlərini, Allah Taala nəzərlərini bəndəsindən kənara çəkməsidir. Deməli, insan övladı istəyir ki, Allah Taala qiyamət günündə ona gözəl nəzərlərlə baxsın. Bunun üçün nə etməlidir? Bunun üçün hər kəs Allah Taala'ya yaxınlaşmağı müxtəlif vasitələrdən istifadə edir. Namaz qılır, oruç tutur, zəkat verir, xumus verir. Üzərinə düşən məsuliyyəti yerinə yetirmək istəyir, insanlara yaxşılıq eləməyə çalışır və s. Ki Allah Taala'ya daha yaxın olsun. Bunların içərisində ən yaxını, ən qısa yolu qət eləyən bilirsiniz kimlərdir? Bu səylərin, bu yolların içərisində bu uzun yolu, Allaha qovuşmağın uzun və çətin yolunu ən qısaldan şəhidlərdir. Şəhidlər Allah Taala ilə çox qısa bir yol, məsafə qət edərək Allah Taala'ya razı şəkildə qovuşurlar. Çünki şəhid dünyadan ona məxsus olan hər şeyini qurban vermiş olur. Canını verməklə. Şəhid Allah yolunda, Allah Taala'nın müqəddəsatı yolunda nəinki dünya mallarını, dünyaya olan arzularını fəda edir. Hətta dünyada ən şirin şey onun canıdır. Canını belə Allahdan əsirgəmir. Bax, Allaha ən tez, ən qısa şəkildə, ən rahat və razı qalınmış şəkildə Allaha qovuşan ona görə şəhidlər hesab olunur. Dünyaya bütün bağlarını, bütün məhəbbətlərini kəsərək özlərini Rəbbilərinə ilhaq edirlər, birləşdirirlər. Bu mənada bizim şəhidlərdən öyrənəcəyimiz dərs çoxdur, vəz çoxdur. Şəhid canını belə fəda edir. İmam Hüseyin əleyhissalam canını və övladlarını və onun timsalında bütün şəhidlər və bizim şəhidlərimiz canlarını və mallarını Allah yolunda fəda edədilər uf demədən. Allah Teala da o şəhidləri qiyamət gününə qədər insanların dilində qiyamətdə də belə, ahirətdə də belə insanlara nümunə göstərəcək, qibtə olunan göstərəcək. O mənada dünya malına, dünyaya olan bağlılığımızı nə qədər az eləsək qəlbimizdən biz Allaha o qədər tez çatacağıq. Allah Teala'nın razılığını o qədər tez qazanmış olacağıq.
Kur'an-ı Kerim'de Allah-u Teala buyurur Bismillahirrahmanirrahim. Ve men kana yuridu harsed dunya nu'tihi minha ve ma lehu fil ahireti min nasib. Dünya mənfəəti istəyənə onu verərik. Yəni dünya mənfəəti üçün yaşayan, dünya istəkləri üçün, hədəfi dünya olanlar üçün biz dünyanı ondan əsirgəmərik, verərik. Amma onun ahirətdə heç bir payı olmaz. Ahirətdən heç bir pay istəməyib. Çünki istəməyib özü. Özü istəməyib, səy eləməyib. Məsələn, bayaq o birinci xütbədə oxuduğumuz Rabbənə ətinə fid-dunya həsənətən və fil-axirati həsənə. Görürsünüz, burada paralel şəkildə İlahi bizə dünyada da pay ver, ahirətdə də pay ver. Yəni, ahirətin unutma. Ahirətini unutmadı. Bu, müminin, müsəlmanın istəyidir. Amma mümin olmayan, qəlbi ancaq dünya ilə yaşayan, hətta belə zahirdə müsəlmandır, amma qəlbi ancaq dünya şöhrəti, dünya malı üçün yaşayan, ancaq dünyadan mal istəyəndə, pay istəyəndə, ahirəti yada salmayanda, Allah Teala deyir ki, o necə ahirətini yada salmadı, biz də ona ahirətdən pay vermərik. Biz dünyası üçün istədi. Məsələn, Quran-ı Kerimdə ayət-i kərimədə var. Deyir ki, həccə gedib, həcc əməllərinin yerinə yetirəndən sonra bir hacı, bir müsəlman hacı dayanar Allahın evinin qarşısında, Kəbənin qarşısında və istəklərini, hacətlərini dilə gətirər. Ya Rabbi, mənə can sağlığı ver, övlad ver, nə bilim, mal ver, mülk ver və s. Dünyası üçün istəyər. Deyir, biz onun istədiklərini verərik, amma ahirəti yada salmadığı üçün ahirətdən bir pay vermərik. Amma o kəs ki, həm dünyasını üçün istəyər, həm ahirəti üçün istəyər, onda nə edər? Deyir, biz onda onun ahirətini də verərik. Həzrəti Peyğəmbərimiz buyurur ki, əsl-u zuhd ər-rəğbətu fîmə indəllah. Zöhdün əsli, zahidliyin əsli Allah yanında olanlara rəğbət göstərməkdir. Yəni Allah yanında olanlar nədir? Allahın cənnəti, Allah Taala'nın gözəllikləri, nə ki əbədi həyatda bizə bəxş edəcək olar, baqi olanlar, baqilərə rəğbət insanın zahidliyidir. Dünyanı dünyaya rəğbətsizliklə qazanmaq mümkündür. Yəni dünyanın özündə dünyaya rəğbətsizliklə qazanmaq mümkündür. İnsan övladı ilə başa düşür ki, dünyanı ilə ancaq dünyaya hərisliklə qazanmaq olar. Amma elə deyil. İnsan övladı eyni zamanda dünyaya hərislik yox, dünya həyatından uzaqlaşaraq və daha doğrusu dünyanın özünü ahirətə vasitəyə çevirərək qazana bilər. Həzrət Peyğəmbərimizin çox gözəl bir hədis-i şərifi var. Buyurur ki, Mən əsbəxə və həmmuhud dünya şəddətəllahu aleyhi əmrahu. Buyurur ki, kim gecəni səhərə açana dək ən böyük hədəfi, ən böyük istəyi dünya olsa, gecəni səhərəcən fikr eləyir insan övladı bəzən. Səhərə qədər düşünür, sabah filan işi görərəm, sabah dünyadan filan şeyləri qazanaram, filan kəsə filan sözü deyərəm, filan kəsdən filan şeylər istəyərəm. Deyir, səhərə qədər onun düşüncəsi, istəyi ancaq dünya olarsa, buyurur ki, Allah Teala onun işlərini dolaşdırar. Şəddətəllahu əmrahu və fərrəqə aleyhi dayatəhu və buyurur ki, onun fikrini qarışdırar. Gözləri qarşısında, iki qaşının arasında, gözləri qarşısında yoxsulluğu qərar verər. Onun üçün Allah Teala yoxsulluq qərar verər. Həmçinin belə bir şəxs Allah Teala'nın onun üçün ruzi verdiyindən başqa bir şeyə də çatmaz. Yəni Allah ona nə yazıbsa onu əldə edəcək. Səhərəcən dünyasını fikirləşib, yatmayıb ha səhərəcən. Bu dünyasını sabah belə eləyərəm, filan eləyərəm, filan kəsdən filan söhbətləri eləyərəm, filan səhərədən işi gücü düşüncəsi, qəmi kədəri dünya olanı deyir, ona onsuz da biz yazılandan artığını vermərik. Onun nəsibi nədirsə, ruzisinə nə yazılıbsa onu verərik. Amma əksinə onun işləri qarışar, fikri düşüncəsi qarışar və Allah Teala ona fəqirlik yazar, qarşıda ona fəqirlik yazar. Amma əksi olanlar gecəni səhərə çatdırana dək ən böyük hədəfi axirət olan şəxsin hədəfini cəmləşdirərik. Allah Teala buyurur. Səhərəcən düşüncəsi
ibadət olsa, Allaha itayət olsa, Allahın razılığını necə qazanmaq üçün düşünsə, deyir, onun hədəfini cəmləşdirərik, düşüncəsini qoruyarıq və qəlbində ehtiyatsızlıq qərar verərik. Yəni onu qənaətkar bəndə eləyərik, qane olan bəndə eləyərik. Ac insan, həmişə həris insan, niyə acdır, niyə hərisdir? Çünki onda ona verilmiş malın, mülkə, Allah Taala'nın verdiyi ruziyə qane olmadığı üçün hərisdir. Amma Allah Taala bizə qənaət düşüncəsi versə, qane olmaq dəyərini bizə aşılansa, biz qane ola bilsək bizə verilən malla, onda hərislikdən kənar olarıq. Buyurur ki, biz onu ehtiyacsız qərar verərik, dünyada məcburiyyət qarşısında olub, ona tərəf üz gətirər. Yəni, dünyanı ona qula çevirərik. Dünya ona qula çevirilər. Daha o dünyaya qula çevrilməz. Allahın bir izzətinə, cəlalına bizi, yəni, dünyaya qul eləməsin inşallah. Dünyanı bizə qul eləsin. Çox gözəl hədisi şəriflər var bu mənada. Allah Taala'nın səni sevməsi üçün, Həzrət Peyğəmbərimiz buyurur, Allah Taala'nın səni sevməsi üçün dünyaya rəğbətsiz ol və xalqın səni sevməsi üçün xalqın əlində olanlara qarşı meylsiz ol. Yəni, cəmaatın əlinə gözünü dikmə. Ki, filan kəsin əlində filan şey var, filan kəsin əlində filan şey var. Elə başqalarına həsəd aparma. Allah Taala'nın verdiyinə qane ol, dünyaya rəğbətsiz ol və başqalarının əlində olanlara da meyl eləmə. Sonra buyurur ki, hər kəs dünyaya rəğbət göstərməsə, Allah Taala hikməti onun qəlbində yerləşdirər. Yəni, dünyaya rəğbətsizlik insana hikmət bəxş eləyər. Dilini hikmətlə danışığa gətirər. Dünyanın dərdi və dərmanı ona tanıtdırırlar. Dərdini də bilər. Dünyada olan dərdi və onun dərmanını da bilər. Bu çox mühüm məsələdir. Dünyaya rəğbətsiz olanın Allah Taala dünyadan bizə mübtəla olmuş bəlaların dərmanını bizə öyrədər. Biz o bəlalardan necə qutaraq? Ən böyük insanın müşkili problemi nədir? Ona üz vermiş bəlalardan necə qurtulsun? Necə ondan uzaqlaşsın? Bizə üz vermiş müxtəlif bəlalar ola bilər də, müxtəlif xəstəliklər, bəlalar. Deyir, bunun dərmanı, onun dərmanını tapmaq üçün dünyaya rəğbətsizlikdir. Dünyaya qəlbindən çıxartmağı bacarmaqdır. Və onu sağlam bir halda dünyadan çıxarıb, asayiş evi olan cənnətə apararıq. Allahın bir izzətinə, cəlalına bizi inşallah dünya pərəstlərdən eləməsin. Allah Taala bizi özünün də buyurduğu kimi əlimizdən çıxana kədərlənməmək bizləri nəsib eləsin və vəd verilmişlərə, yəni bizə verilənlərə isə sevinib qürrələnməməmizi, bu düşüncəni bizlərə aşılasın inşallah ki, bizlər dünya pərəst olmayaq, bizlər Allah Taala'nın bizə əbədi verəcək axirətinə meyl edənlərdən olaq. Allah bizim axirətimizi inşallah xeyirli qərar versin. Peyğəmbər və ali Peyğəmbər ehtiramına bu cümə gününü də inşallah moizəsinin hər birimizin qəlbində təsir qoysun inşallah. O niyyətə zəmanə imamımızın salamatçılığı, zuhur təcillinə Peyğəmbər, ali Peyğəmbərə salavat zikr edək. Allahümmə salli alə Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika venhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim.